Məhkəmə qərarlarının icrası hansı hallarda yubanır? Bu, icra məmurunun məsuliyyətsizliyindən asılıdır, yoxsa hardasa boşluq var? Ümumiyyətlə, məhkəmə qərarının icra olunmaması hansı fəsadlara yol açır? Yaxın oturun, sabah saxlamadan bu suallara birgə cavab axtaraq. Axşamınız xeyir, indi isə qonaqlarımızı tanıyaq. Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini Yaqub Qurbanov, vəkil Elyar Həsənov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Profesor Tahirə Allahyarova, vəkil Elvin Səlimov. Və biz müzakirəmizə keçməmişdən əvvəl tamaşaçılarımıza qeyd edək ki, sabah saxlamayağın artıq efirdə olduğu bu 7 ilə nəzər saldıqda biz ilk dəfədir ki, bu mövzuyu tuturuq. Əslində, mütəmadi olaraq bizə yazan tamaşaçılar müxtəlif mövzularda müzakirələrin təşkil olunmasını təklif ediblər və elə bu istiqamətdə də, bu mövzuda da mütəmadi olaraq məhz şikayətlər daxil olub və artıq biz bugün bu mövzuyu tutuq. Yeri gəlmişkən bu günlərdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında bu məsələ ilə bağlı məhkəmə qərarlarının icra olunmaması ilə bağlı bir fikir də səsləndi ki, qərarların təxminən 50% icra olunmur. Biz isə bugün Sabah Saxlama studiyasında İctimai Televiziyanın canlı efirində bu barədə danışacağıq və sizə üst tutub sual vermişik ki, məhkəmə qərarlarının icrası hansı hallarda yubanır? Siz isə ekranda gördüyünüz əlaqə vasitələri ilə veriliş ərzində bizə yaza bilərsiniz və biz də həmin mesajları səsləndirəcəyik. Müzakirəmizi isə Elyar bəy sizinlə başlayırıq. Siz vətəndaşlarla sıx çalışan vəkillərdənsiniz və sizin müşahidələrinizi istərdik bir nəzər salaq. Nələr müşahidə edirsiniz və məhkəmə qərarlarının icrası hansı hallarda yubanır sualına sizin cavabınızı eşitək. Məhkəmə qərarlarının icra edilməməsi və yaxud yubanmasının bir səbəbi yoxdur. Və burada bir neçə səbəbdən hesab edirəm ki, danışmaq lazımdır. Əvvəla, icra sənədləri, yəni məhkəmə qərarları və s. digər bu kateqoriya icra sənədlərinin sayı həddindən artıq çoxdur. Və bizim praktikada müşahidə etdiyimiz səbəblərdən biri odur ki, iş yükünün çox olması səbəbindən bir icra məmuru qanunvericiliklə nəzərdə tutulan tədbirləri vaxtında görə bilmir. Mən bu səbəbi bir mənalı və obyektiv bir səbəb kimi görürəm. Çünki hətta bəzən indi səlahiyyətli qurum nümayəndəsi də burada təsdiq edər yəqin ki, bir icra məmurunun icraatında yüzlərlə iş olur. İcra haqqında qanunda icra sənədinin icra edilməsi üçün müəyyən hərəkətlər həyata keçirməli olur və iş sayı o qədər çox olur ki, qanunla müəyyən edilmiş müddətdə onun icrası mümkün olmur. Bu, obyektiv səbəb deyək. Digər səbəb, təbii ki, burada oxşar başqa problemlərdə də özünü bir üzrə verən səbəblər olur. O zaman deyiləcək ki, yəqin ki, bir tərəfdən ya icra məmurlarının sayını artırmaq lazım ola bilər, yaxud işlərin sayını azaltmaq istiqamətində tədbirlər görülə bilər. Mən düşünürəm ki, əvvəla icra məmurlarının maddi sosial təminatı yüksəldilməlidir. Mən düşünürəm ki, bunun çox böyük rolu ola bilər. Bu bir. Bu həmçinin onların sayına da müsbət təsir edə bilər ki, yəni icra işləri ləngiməsin və ya operativ görülə bilinsin. Elyar bəy, gəlin biz təkliflərimizə tələsməyək. Çünki gedişat ərzində və verilişin sonuna doğru hər birinizdən məhz belə çətinliklərin yaşanmaması üçün hansı təkliflər var sualını verəcəyik. Ona görə istərdik ki, hazırda bir mənzərəyə nəzər salaq. Mənzərə belədir ki, icra sənədləri və məhkəmə qərarlarının məzmunu predmeti heç də eyni deyil. Orada qruplaşdırmaq olar. Bizdə olan icra sənədlərinin böyük bir hissəsi pul tələbi ilə bağlıdır. Borc olsun, yəni kredit olsun və yaxud şəxslərin öz aralarında borc olsun, vurulmuş zərərin ödənilməsi olsun, aliment öhdəlikləri olsun. Məsələ burasındadır ki, tələbkarlar adətən hesab edirlər ki, o məbləğlər qısa zamanda alınıb verilməlidir. Lakin normal olaraq qanunvericilik belədir ki, əgər şəxsin ödəniş qabiliyyəti yoxdursa, belə deyək, onun vəsaiti yoxdur, onun əmlakı yoxdur. Belə olan təqdirdə həmin məbləği, belə deyək, yəni məcburi ödətdirmək mümkün olmur. Belə icra sənədləri var ki, illərdir mövcuddur, şəxsin qazancı gəliri yoxdur. Düz bir başqa problemdir ki, bəzən şəxs öz qazancını qeyri-rəsmi formada əldə etməyə çalışır ki, bu icradan yayına bilsin. Lakin əsas səbəblərdən biri borclu şəxslərin ödəniş qabiliyyətsiz olmağıdır. Bu da yəni səbəblərdən biridir ki, icra sənədlərinin xeyli hissəsi icra edilmədən qalır. Biz isə bu yerdə Elvin bəy sizə üst tutaq. Siz də eynən Elyar bəyə qeyd edildiyimiz kimi vətəndaşlarla sıx əməkdaşlıq edirsiniz. İstərdik ki, sizin təcrübənizə nəzər salaq, sizin müşahidələrinizi nəzər salaq. Siz məhz hansı səbəbləri görürsünüz mənzərəyə nəzər salanda? Baxın, burada iki məqam var. Bir, ümumiyyətlə icra olmaması, bir də icranın yubanması.
Yəni icra olunmaması mən deyərdim ki, yəni razı deyiləm ki, ümumiyyətlə icra olmayan qərarların sayı çoxdur. Yubanan qərar icranın belə deyək sayı çox ola bilər. Yəni icranın ümumiyyətlə mümkün olmaması ilə bağlı, yəni bildiyimiz kimi icra məmuru konkret bununla bağlı əsaslandırılmış öz qərarını məhkəməyə təqdim edir, əgər bu məhkəmə qərarıdırsa və həmin qərarın icrasının mümkünsüz olması ilə bağlı fikrini bildirir ki, yəni artıq bu qərarı icra etmək mümkün deyil. Amma ümumilikdə məhkəmə qərarlarının icrasında yubanmalar, bəli, Eliyar müəllimin dediyi kimi mən də razıyam. Bugünkü gündə gəlin nəzər yetirək ki, hər rayonda, yəni Bakı şəhərini və ətraf rayonları götürək, hər rayonda neçə, belə deyək, icra məmuru fəaliyyət göstərir. 15, maksimum 20 yəni icra məmuru fəaliyyət göstərə bilər. Baxaq görək ki, bir il ərzində rayon məhkəmələri tərəfindən neçə qərarlar icraya göndərilir. Mən deyərdim aşağı-yuxarı 1000-dən yuxarı bəlkə də qərarlar icraya gedir. Və bunlar hər il üst-üstə gəlir. Və bir il ərzində icrası yubanan işlər olur, təbii ki, vaxtında icra olunan işlər olur. Bunlar hamısı icra məmurlarının üzərindədir. Baxın, o icra olunmayan prosesləri bir nəzər salaq və onları çeşidləyir. Baxın, İllər bəy onların bir neçəsinə toxunur. Müxtəlif səbəblər var. Bir, mən deyərdim ki, borclunun belə deyək, icranı yubatması məsələsi var. İki, tələbkarın müvafiq olaraq icra prosesində lazım olan hərəkətləri etməməsi, vaxtında etməməsi ola bilər. Üçüncü, icra məmurunun iş yükünün çox olması ki, yəni həqiqətən də fiziki cəhətdən mümkün deyil bunları çatdırmaq. Yəni təbii ki, bu günlərim gedib istənilən icra qurumlarına baxsaq görərik ki, orada nə qədər icra işləri var və icra məmurlarının vəziyyəti nə yerdədir. Və burada icranın gecikməsi icra məmurunun əmək haqqısı ilə bağlı deyil. Yəni, tutaq ki, bu günlərim icra məmuruna 10.000 əmək haqqı verdik. Yenə də eyni sayda, eyni qədərdə işlər oldu. Nəyi dəyişəcək? Heç nə dəyişməyəcək. İcranın sayını azalda bilməyəcək. Yəni, deməli, burada icra məmurlarının, yəni bu işi görəcək şəxslərin sayını çoxaltmaq lazımdır. Onların maddi təminatını yüksək səviyyədə etmək lazımdır. Bu artıq sonraki məqamdır. Buna qədər olan məqamlar isə bunlardır. Bundan əlavə, icranın yubanmasında digər faktorlar var. Hansı faktorlar görürsən? Yəni, biz danışdıq ki, tələbkar və borclu tərəfdən olan faktorlar və iş yükünün. Amma bir məsələ var. İcra məmurlarının özünün də bəzən işi yubatmaq marağı olur. Bu, şəxsi maddi maraqlar ola bilər. Hansısa bir kənar müdaxilələr ola bilər. Yəni, bu hallar da olur ki, icra işləri gecikir, yubanır və təbii ki, tərəflərin, yəni tələbkar tərəfin haqlı narazılığına səbəb olur. Niyə? Çünki istənilən icraya yönəlmiş qərarlar, yəni məhkəmə qərarlarından danışırıq, bunlar dövlətin adından çıxarılır. Yəni, istənilən məhkəmə qərarının altına yazılır, Azərbaycan Respublikasının adından hakim müvafiq qərarı qəbul edir və qərar qüvvəyə minəndən sonra icraya gedir. Deməli, icranın yubanması, icranın gecikməsi və yaxud da ki, mümkünsüz hala gətirilib çıxarılması nəticə etibarilə dövlətin maraqlarına zərbə vurur. Dövlət, insanların, vətəndaşların dövlətə olan bir növ etibarını, ümidini zəiflədir. Və bununla yanaşı da dövlətin ən mühüm strukturlarından, yəni hakimiyyətin qollarından biri olan məhkəmə hakimiyyətinin özünün, belə deyək, nüfuzunu salır aşağı. Niyə? Mən qərar verdim, niyə? Ədaləti bərpa etdim. Amma ədaləti bərpa etdiyim halda bu kağız üzərində qalırsa, bu ədalət olmur artıq. Yaqub müəllim, istərdik ki, müzakirəmizə sizinlə davam edək. Sizə kimi həm vəkil Eliyar bəyin, həm də vəkil Elvin bəyin toxunduğu nüanslar və məsələlər var idi. İstərdik ki, elə bu yerdə səslənən fikirlərə sizin münasibətinizi öyrənək və eyni zamanda icra olunmayan məhkəmə qərarlarının təxminən 50%-ə qədər olduğu məsələsi ilə razılaşıb-razılaşmamağınıza da fikir alaq. Çox sağ olun. Burada əsas məsələ ilk növbədə o problemin qoyuluşudur. Yəni biz məsələni necə adlandırırıq? Yəni biz hesab edirikmi ki, məhkəmə qərarları icra olunmur, yoxsa hesab edirik ki, məhkəmə qərarlarının icrası üzrə görülən tədbirlər nəticə vermir. Bunlar tamam ayrı-ayrı assosiasiyalar yaradır, həm cəmiyyətdə, həm icraat tərəflərində. Ona görə də biz
ictimaiyyətə aydın şəkildə çatdırmalıyıq ki, elə bir məhkəmə qərarları yoxdur ki, orada icra məmurları hansısa fəaliyyətləri icra etməsinlər, o işləri tamamilə hərəkətsiz saxlasınlar. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, hər bir iş üzrə icra məmuru qanun tələbinə uyğun olaraq mütləq şəkildə icraata başlamalıdır. Mütləq şəkildə borçluya könüllü icra bildirişi verərək ona bir qayda olaraq 10 günə qədər vaxt təyin etməlidir və həmin müddət ərzində borçlunun reaksiyasını gözləməlidir. Əgər borçlu bu müddətdə məhkəmə qərarının icrasına yanaşmazsa, hər hansı bir münasibət bildirməsə, onda icra məmuru onun əmlak gəlirlərini sorğu etmək yolu ilə işə başlamalıdır. Yəni, bizim məhkəmə qərarlarının 50%-ə qədər icra olunmur dediyimiz işlərdə belə ən azından bu sadaladığım bütün tədbirlər görülür. Yəni, elə bir iş yoxdur ki, orada icraata başlanmasın, bildiriş verilməsin və yaxud da ki, onun əmlak gəlir vəziyyəti sorğulanmasın. Elə məsələ burada gəlir, müəyyən işlər üzrə, belə deyək, kilitlənir ki, bu icra məmurunun borcunun əmlak və gəlir vəziyyəti ilə bağlı apardığı axtarışlar heç bir nəticə vermir. Əslində, artıq qanunun həmin hal üçün olan tələbi ondan ibarətdir ki, icra məmuru əgər tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar etmirsə, onda o tam haqlıdır ki, həmin icra sənədlərini məhkəməyə və ya digər orqana qaytarsın. Ona görə mən istəyirəm biz problemi qoyanda anlayışlar və vahid yanaşma olsun ki, yəni icra məmurları hərəkətsiz saxlamırlar işləri. Təbii istisna deyil. İndi mən sayıları verəcəm. Amma vəkillərimiz bildirirlər ki, icra məmurlarının sayı azdır, amma məhkəmədən gələn işlərin sayı çoxdur. Fiziki olaraq onlar bunu çatdıra bilmirlər. Bəli, doğrudur. Mən indi həmkarlarımın verdiyi belə deyim, argumentləri də öz statistik rəqəmlərindən dəstəkləyəcəm. Buyurun. Amma onu bildirmək istəyirdim ki, yəni birinci növbədə bunu məlumat üçün bilməliyik ki, yəni hər bir iş üzrə bu sadaladığım tədbirlər ən azından bunlar görülür. Yəni nəticə vermirsə, bu artıq başqa tərəfdir. İş yükünü qeyd elədi həmkarlarımız. Bəli, bugün icra xidmətinin icraatında son 9 ayın statistikasına görə dövriyyədə 9 ay ərzində 1.250.000-dən çox iş olub. Yəni, bunu da biz mövcud icra məmurlarının sayına böləndə artıq bizə əldə elədiyimiz rəqəm ondan ibarətdir ki, hər bir icra məmuruna orta hesabla 3300-ə qədər iş düşür. Və biraz sadə bir riyazi hesablama aparsaq, məsələn, əgər biz istehsalat təqviminə baxsaq və müəyyən etsək ki, tutaq ki, keçən ili götürürəm, 237 iş günü olub, bu 1901 iş saatı deməkdir. Və siz o iş saatlarının sayını, icra məmurlarının icraatında olan işlərin sayına bölsəniz, onda çox təəccüblü bir rəqəmlə qarşılaşarsınız ki, icra məmuru hər bir iş üçün bir il ərzində bir işə ayıracağı vaxt 1 saatdan çox deyil. Qeyd etdikləriniz kifayət qədər yəni, haqlı, ciddi səbəblərdir, haqlı məsələlərdir. Amma gəlin bir məsələyə bir fərqli tərəfdən də baxaq. Bir uşaq böyüyür və ana aliment gözləyir. Biz o uşağa necə izah edək ki, icra məmurunun iş yükü çoxdur, ilin gün saatı, iş vaxtları bu qədərdir. Sən uşaq ya böyümə və yaxud da ki, sənin maddi təminatın necə olmalıdır? Axı, vətəndaş da eyni zamanda əlində məhkəmə qərarı var, onun icra olunmasını istəyir. Bu zaman necə yanaşır? Tamamilə razıyam. Mən bu, belə deyək də, kobud gerçəkliyi göstərmək üçün bu rəqəmi səsləndirirəm və bu bənzətməni edirəm. Aydın məsələdir ki, hər kəs özünün tələbkar olduğu işlə maraqlanır və onu qayğılandırmır ki, digər işlər icra olunur, olunmur, icra məmurunun vaxtı var, yoxsa yox. Amma obyektiv olaraq əgər bu fakt bizim qarşımızdadırsa, onda biz bunu fərdi işlərin problemi kimi yox, sistem xarakterli çətinlik kimi qəbul etməliyik və onda məsələyə sistem xarakterli baxmalıyıq ki, bu qədər işin dövriyyəsini biz necə təşkil etməliyik və bu qədər işin icrasına nail olmaq üçün hansı addımları atmalıyıq. Təbii ki, Ədliyyə Nazirliyi bu sahədə məqsəd yönlü, ardıcıl və sistemli iş aparır. Bu sahədə müxtəlif istiqamətlərdə islahatlar gedir və son 2 il ərzində xüsusən intensivləşibdir. Və biz bunları artıq müzakirə əsnasında mən qeyd edə bilərəm. Bunların istiqamətləri qanunvericiliyin təkmilləşdirilməsidir. Bunların istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsidir. İcra məmurlarının qeyd olunduğu kimi motivasiyasının artırılmasıdır və icra məmurlarının sayını artırmaq bir qədər ekstensiv inkişaf yoludur. Yəni biz belə düşünürük, dövlət icra məmurlarının sayını artırmaq. Bu həm də dövlət büdcəsinə yükdür. Ona görə də yəqin mediadan izlədiyiniz kimi yaxın tarix ərzində xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub. Həmin qanun yanvarın 1-dən gələn il qüvvəyə minəcək və bu artıq yeni bir təsisatın formalaşması deməkdir. Hansı ki, burada əsas məqsəd
dövlətin üzərinə düşən yükün bir qismini xüsusi icra institutuna ötürməkdir. Yəni bu barədə də növbəti Tarix xanım, bu anadək müzakirəmizdə obyektiv və subyektiv tərəflər olaraq qeyd olundu. Obyektiv səbəblər var, subyektiv səbəblər var ki, vəkil Eliyar bəy də əvvəldə bu məsələləri qeyd elədi. Lakin Elvin bəyin də toxunduğu bir incə nüans var idi ki, vətəndaş onun əlində məhkəmə qərarı olanda və bu məhkəmə qərarı icra olunmayanda bir inamsızlıq yaranır, bir etimadsızlıq yaranır. Sizin tədqiqatlarınız bu məsələdə nə deyir? Siz nələr müşahidə edirsiniz və narazı vətəndaşı necə etməliyik ki, onlar həmin o vətəndaşın haqlı tələbi icra olunsun? Bəli, mən belə deyək, bu sahədə mütəxəssis deyiləm, ancaq sosial tərəflərini biz bunun araşdırırıq. İlk əvvəl qeyd eləmək istəyərdim ki, Azərbaycanda 2025-ci konstitusiya və suverenlik ilidir və sizin ilk dəfə bu mövzunu müzakirəyə gətirməyiniz çox yerindədir. Nəyə görə? Ümumi lider Heydər Əliyevin yaratdığı konstitusiyanın 129-cu maddəsində yazılır ki, qərarlar dövlət adından verilir və onların yerinə yetirilməsi mütləqdir, məcburidir. Və bu yerinə yetirilmirsə, hörmətli həmkarlardır ki, burada problemlər var. Deməli, həmin konstitusiyamızın tam biz əməl edə bilmirik. Və bunu da əlbəttə ki, reallığın dərk edən bir, belə deyək, mənzərə mövcuddur. Həm aidiyyatlı qurumlar, həm tədqiqatçılar, həm sahənin mütəxəssisləri. Buna misal olaraq əvvəl də deyildi, mən onu tam dəqiqləşdirim. Sizin fikri ki, 2024-cü il Ombudsmanın Milli Məclisə məruzəsində orada xüsusi qeyd edilib ki, bu sahədə yəni böyük bir problemlər var və bunun həll edilməsi üçün hətta dövlət büdcəsinə vəsaitlər ayrılan bir qurum yaradılması da orada tövsiyə edilibdir. Deməli, mənzərə budur ki, bəli, bizim problemlərimiz var. Digər məsələ əlbəttə ki, icra edilməməsi qərarın biz görürük ki, demək ki, birincisi icra edilmir, ikincisi tam icra edilmir və ikincisi vaxtında icra edilmir. Bu üç məsələ olanda deməli qərarlar icra edilmir. Məsələnin sosial aspektlərindən yanaşdıqda əlbəttə ki, burada o söz səsləndi. Bu ən çox son illərdə demək olar ki, pik həddə çatan alimentlə bağlı şikayət qərarları da bilirsiniz. Bu statistika demək olar eksponensial şəkildə xətt üzrə qalxmaqda davam edir və bu qədər az kadr mütəxəssis icraçı subyekt amili üzərində olursa, bunların həllini ümumiyyətlə hesab edirik ki, təxirə salınmaz bir addımlar atılmalıdır. Çox doğru dediniz ki, mən sosial aspektləri nəzərə aldıqda ailədir, bəzən ailədə qadın işləmir və o həqiqətən də bu tələb yönəldilən şəxs bu həmin o termindən desək, ya gizlənir, ya onun heç imkanı yoxdur, ya ümumiyyətlə bilirsiniz ki, onlar bir çox belə yollara əl atırlar, yanlış məlumat verirlər, yerlərini gizlədirlər və s. və ilaxır. Bu müddətdə ailə, dövlətin təməl institutu olan, fundamental təməli olan ailə institutuna böyük bir zərbələr dəyir, bilirsiniz. Yəni ki, bu əlbəttə ki, ümumiyyətlə mən obyektiv və subyektiv problemləri vurğulayardım, bir tərəfli deyil. Subyektiv tərəfləri deyilir ki, bəli, mütəxəssis qıtlığı var, çatışmazlığı var və bunun, yenə deyirəm, anlayışı da var. Artıq deyildi ki, gələn ildən xüsusi icra məmuru bu sistem yaradılacaqdır. Ümid edirik ki, belə deyək, bu daha tez bir özünün belə həyata keçiriləcəkdir. Ümumiyyətlə, insan amili, mənim şəxsi fikrimdir ki, insan amili məhkəmə hüquq sistemində fundamentaldır. Nəyə görə? Qərar qəbul edilən burada şəxsiyyət olur və qərar qəbul edən şəxsin o yaxud qərarları yerinə yetirən burada belə deyilər ki, müxtəlif üsullara bəzən uzadılmasında, belə deyək, korrupsiya faktorlarında olmasında ki, icraçılar tərəfindən və s. və axır, yəni subyekt amili, şəxsiyyət amili, insan faktoru var. Obyektiv amillər əlbəttə ki, bu proseslər bütün dünyada gedir. Ona görə dünyada bunun modelləri mövcuddur. Həmkarlarımız da bilirlər ki, birinci dövlət qurumları var, icranın təkmilləşdirilməsi sahəsində, ikincisi qarışıq sistemlər var və üçüncü özəl sistemlər var. Və deyilən bu ki, qanun qəbul edildi yaz sessiyasında, bu qarışıq sistem olacaq. Çünki o nə dövlətdir, nə özəldir. Xüsusi İcra Məmuru İnstitutu və bu baxımdan bu model görünür ki, Azərbaycanda aidiyyatlı orqanlar ciddi şəkildə bu təcrübələri öyrənirlər. Azərbaycana gətirirlər, bu qanunları qəbul ediblər və bunlar böyük bir bizdə bir nikbinlik yaradır.
Amma bununla bağlı sosial aspektlərdə əgər davam etmək olarsa, məsəl üçün bunun sosial-iqtisadi, sahibkarlara dəyən çox böyük problemlər, onların bu əmlak mübahisələridir, başqa mübahisələrdir. Burada olduqca böyük bir məsələlər var. Yəni, sahibkarlar bəzən ola bilər ki, onlar tam müflis ola bilərlər, qərarların uzanması, illərlə uzanması nəticəsində. Yəni, bu baxımdan məhkəmə qərarlarının icra olunmaması həm sosial, iqtisadi, həm sosial mənəvi, sosial psixoloji, bütün bir spektr problemləri öz ardınca biri-biri aparmaqdadır, yaratmaqdadır. Əziz tamaşaçılar, Sabah Saxlama Studiyasında biz bugün məhkəmə qərarlarının icrası hansı hallarda yubanır? Bu sual ətrafında müzakirə təşkil etmişik. Qısa fasilədən sonra müzakirəmiz qaldığı yerdən davam edəcək. İctimai televiziyada Sabah Saxlamaya vaxtıdır. Sabah Saxlamadan məhkəmə qərarlarının icrası hansı hallarda yubanır? Bu sual ətrafında müzakirə təşkil etmişik və müzakirəmiz qaldığı yerdən davam edir. Fasilədən əvvəl Yar bəy qeyd elədiniz ki, Yaqub müəllimin səsləndirdiyi fikirlərin hansı hissəsilə razılaşmışsınız? Hansılar bunlar? O fikir ki, çalışmaq lazımdır ki, büdcə vəsaiti çox xərclənməsin. Bu öz-özlüyündə doğru fikirdir. Yəni, maliyyələşdirmək deyək ki, biz icra məmurlarının sayını artırsaq, bu xərclərin artırılmasıdır. Bu öz-özlüyündə negativ görünə bilər. Lakin problem ondan da dərindir. Başqa cür desək, əgər məhkəmə qərarlarının icrası üçün büdcədən pul xərclənməlidirsə, onu xərcləmək lazımdır. Ona görə ki, məhkəmə qərarlarının icrası ondan daha üstə dayanan bir məsələdir. Dövlətə etimad məsələsidir, hörmət məsələsidir ki, dövlətin adından çıxan qərar icra olunmalıdır. Niyə görə mən o məsələyə toxundum ki, say artırmalıdır? Bugün icra məmurlarının icraatında olan işlərin sayının bu qədər çox olmağı, bu bir il deyil, belə ola. 2 ildə deyil, 5 ildə deyil. İllərdir ki, icra məmurlarının icraatında yüzlərlə, hətta Yaqub müəllim bildirdi ki, artıq 1000-dən çox işlər var və bu təzə yaranmış problem deyil. Deməli, əgər bir şəxsdən hansısa bir işi görmək tələb edilirsə, ona şərait yaradılmalıdır. Əgər icra məmurundan tələb edilirsə ki, icra işi yubanmasın, işlər qaydasında görünsün, ona buna uyğun şərait yaradılmalıdır. Bir icra məmurunun icraatında 1500 iş varsa, o fiziki olaraq onun hamısını görə bilmir. Lakin içindən bir neçəsini götürüb icra eləyə bilir. Onda vətəndaşda sual yaranır ki, niyə mənim işim, üzr istəyirəm, rəfin aşağı gözündədir? Amma başqasının işi öndədir. İcra məmuru qayıdıb haqlı olaraq deyəcək ki, mən bunun hamısını çatdıra bilmirəm. Deməli, bu yaxşı mənada bu bəhanəni, haqlı bəhanəni onun əlindən almaq lazımdır. Yəni, deyir, o istəyən vasitə axtarır, istəməyən bəhanə axtarır. Ona görə də, əgər lazımdırsa, icra məmurlarının sayını artırmaq lazımdır ki, bu işlər həll olunsun. Ondan sonra azaldıla bilər. Yaxud qeyd olundu ki, tədbirlər görülməsi. Məsələn, deyək ki, qərar qəbul edilir, tərəfə göndərilir, xəbərdarlıq, bəli. Amma iş sayının çoxluğunda mən reallıqda bəzən rastlaşıram ki, məhz elə icra məmuru və iş sayının çoxluğuna görə onu qınamaq da olmur. O daha çox cəhd eləyir ki, sənədlər qaydasında olsun. Yəni, icraata başlanılıb, tərəfə bildiriş göndərilib, əmlak sorğu edilib. Onu bugün ona görə qınamaq olmur ki, onun fiziki olaraq çatdırdığı yalnız bundan ibarətdir. Yəni, o artıq hər bir işə bir söz deyirik, can yandırmaq, daha detallı üstünə getmək. Onun buna fiziki imkanı yoxdur. O baxımdan bəli, görürsünüz ki, işdə sənəd toplusu olaraq hər şey qaydasındadır, amma real nəticə olaraq icrada problem var. Yəni, son nəticəyə gedib çatılmayıb. Bir də alimentlə bağlı məsələ münasibət edilmək istəyirəm. Bu, cəmiyyətdə
millətimizin yaralı yeridir, ən çox icra sənədi olan işlərdən biridir. İnsanların bununla bağlı biraz yanlış təəssüratları var ki, əvvəla aliment borcunun icra edilməsi üçün şəxsin ödəniş qabiliyyəti olmalıdır. Yəni, ödəniş qabiliyyəti olmayan şəxsdən vəsait alına bilinmir. Bəzən deyilir ki, ona radikal tədbir görülsün. Tutaq ki, onun barəsində cinayətçi qaldırılsın, həbs edilsin. Məsələ burasındadır ki, bu işin səmərəli həlli yolu olmayacaq. Çünki həmin şəxsin həbs edilməli və ya cərimələnməsi o alimenti ödətdirmir. Əksinə, həmin şəxs həbs olunanda onun cəzaçəkmə müəssisəsində saxlanması üçün dövlət vəsait xərcləyir. Yəni, bu əksinə elə o deyilən o artıq xərclərə gətirib çıxardır. Gəlin elə bu yerdə Yaqub müəllim sizə üst tutaq. Eliyar bəyin sizin fikirlərinizin bir hissəsilə razılaşmadığını qeyd elədi və xüsusən də bir məsələnin üzərində vurğu etdi ki, icra məmurunun üzərində işinin çox olması bu 1 ilin, 2 ilin, 5 ilin problemi deyil, bu illərin yığılıb qalan problemidir. Buyurun, söz sizdədir. Hörmətli həmkarımın qeyd elədiyi məsələ ilə bağlı birinci yenə bir statistik düzəliş verək ki, bu işlər 1500 deyil. Bu işlər çoxdur, 3000-dir, 3300-dür və s. Vurğuladınız ki, ümumiyyətlə hesab edirsiniz ki, büdcə vəsaitləri artırılmalıdır. Mən çıxışımda artırılmalıdır və yaxud da azaldılmalıdır fikrinə münasibət bildirmədim. Mən sadəcə olaraq bunun bir ekstensiv yol olduğunu və alternativlərimizin nədən ibarət olduğunu və Ədliyyə Nazirliyi tərəfindən, hökumət tərəfindən bu sahədə hansı addımların atıldığını bildirdi. Amma sizin sözünüzə vurğu olaraq deyə bilərəm ki, bəli, biz paralel olaraq dövlət icra məmurlarının sayını da artırmaq düşünürük və bundan ötəri qanunvericidə dəyişiklik olunub. Yəqin ki, məlumatsız bu yaxınlarda ümumiyyətlə Ədliyyə Nazirliyi dövlət icra məmurunun, digər icra məmurunun peşə olaraq, profil olaraq təzədən nəzərdən keçirilmişik və bu sualı qarşımızda qoymuşuq ki, ümumiyyətlə icra məmurunun öz fəaliyyətlərinin icrası üçün ali təhsilli hüquqşünas olmasına ehtiyac var, yoxsa yoxdur. Və bu aparılmış təhlillərin, öyrənilmiş beynəlxalq təcrübələrin nəticəsi olaraq hal-hazırda qanunvericilikdən hüquqşünas tələbi çıxarılıb. Yəni, hər hansı bir ali təhsilli şəxs, o cümlədən hüquqşünas olan və yaxud da olmayan, icra məmuru olmaq arzusundadırsa, hal-hazırda Nazirlər Kabineti tərəfindən bu icra məmuru imtahanlarının qaydaları müəyyən olunacaq. Yəqin ki, gəlin il ərzindən də bu artıq əlavə təhsilmi, yoxsa əlavə kursmu, necə olacaq bu? Deyim onu. Yəni, hər bir halda şəxs ali təhsilli olmalıdır. Çünki bu, onun artıq müəyyən dünya görüş biliş səviyyəsinin formalaşması deməkdir. Və icra məmuru kimi işləmək üçün o icbari təlimə cəlb olunmalıdır. Yəni, biz hesab edirik ki, əgər şəxs onun üçün müəyyən olunan imtahanlardan keçə bilirsə, xüsusən o hüquq sahəsində müəyyən bilikləri yoxlanılmalıdır, məntiqi yoxlanılmalıdır, ünsiyyət bacarıqları yoxlanılmalıdır, bunlar öz yerində. Və ondan sonra əgər o xüsusi ixtisaslı təlimə məruz qalırsa, o həmin təlim ərzində ona o peşə bacarıqları mənimsədilirsə, onda o niyə də icra məmuru kimi işləyə bilməsin. Çünki beynəlxalq təcrübə bunu göstərir ki, məsələn, Böyük Britaniyada, Almaniyada, Yunanistanda və digər ölkələrdə icra məmurlarının hüquqşünas olması mütləq şəkildə tələb edilmir. Yəni, hüquqşünas ola da bilər, olmaya da bilər. Və bu, özünü doğrultmuş təcrübələr mövcuddur və nəinki sırf beynəlxalq təcrübədə bu özünü doğruldub deyə, bir daha qeyd edirəm ki, icra məmurlarının fəaliyyətinin əksər hissəsi qəlibləşmiş addımlardan ibarət olduğuna görə və bunları biz paralel olaraq həm də elektronlaşdırdığımıza görə, yəni biz müxtəlif istiqamətlərdən işimizi təkmilləşdirirdik. Və son nəticədə bu qənaət bizdə mövcuddur ki, bəli, hüquqşünas olmayan, amma o bacarıqlara yiyələnən şəxslər də icra məmuru ola bilərlər. Yeri gəlmişkən biz buradan da bir növ təşviq edirik həmin fəaliyyəti və ictimaiyyətin diqqətini çatdırırıq ki, icra məmuru olmaq arzusunda olan şəxslər bu imtahanlara başvura bilərlər, müvafiq elanlar olduğu zaman və icra məmuru işləyə bilər. Və təbii ki, bu artıq onu göstərir ki, biz həm də dövlət icra məmurlarının sayını artırmaq marağındayıq və eyni zamanda onların motivasiyasını da yüksəltmək marağındayıq və bunu da artıq qanunvericilikdə müvafiq dəyişikliklər etmişik və həmin dəyişikliklərə əsasən də icra ödənişlərinin məbləğlərinə dəyişiklik olunub və müəyyən olunub ki, həmin icra ödənişləri Cənab Prezidentin müvafiq fərmanı ilə onun 60% birbaşa dövlət büdcəsinə keçməklə icra məmurlarının və digər ədliyyə işçilərinin, çünki artıq ədliyyə işçilərinin vahid xüsusi xəzinə hesabı yaranıb, əmək haqqlarının artırılmasına yönəldiləcək və digər qismi də yenə onlar üçün mükafatların verilməsinə, onların elmi-texniki potensialının artırılmasına, infrastrukturun gücləndirilməsinə və s. sərf olunacaq. Yəni, bu baxımdan biz həm dövlət icra məmurlarının, həm də xüsusi icra məmurlarının inkişafı istiqamətində Yaqub müəllim, mən
hüquqşünas təhsilini tələb edilməməsi, yəni tələb kimi irəli sürülməsinin altında yatan səbəb nədir? Yəni biz vakansiya elan edirik, hüquqşünaslar müraciət mi etmir burada çalışmaq üçün, yoxsa bunun bir başqa səbəbi də var? Yox, təbii ki, bu bir faktordur. Biz artıq qeyd elədik ki, icra məmurları ilə bağlı ştat ehtiyacları mövcuddur. Amma sırf ona görə yox ki, bizim buna ehtiyacımız var. Biz hüquqşünas tələbini yığışdırmışıq. Həm də ona görə ki, icra məmurları, hüquqşünas olmayanlar da təcrübə göstərir ki, dünya təcrübəsində də. Bəli, təcrübə göstərir ki, onlardan da yaxşı işləyə bilərlər. Yəni biz bu təcrübələri sınaqdan çıxartmaq istəyirik və ümidvarıq ki, özündə doğrular. Siz necə düşünürsünüz? Effektivdirmi bu? Yəni mən bir məqamı istəyərdim dəqiqləşdirək, əgər mümkündürsə. Nə qədər dövlət icra məmurlarının sayının indikindən nə qədər çox artırmaq fikrindədir, yəni bugünkü gündə? Ehtiyaclar olduğu qədər. Yəni biz onu paralel olaraq baxacağıq ki, xüsusi icra institutu necə formalaşır, həmin icra məmurlarının sayı nədən ibarətdir və onun paralelində dövlət icra məmurları. Mən bunu nəyə görə istəyirdim dəqiqləşdirəm? Bugünkü gündə biz yəni fakt görürük ki, yəni biz təcrübədə olan, belə deyək, hüquqşünaslarıq. Yəni biz bugünkü gündə məhkəmələrlə işləyirik, icra qurumlarla işləyirik. Yəni və qarşılaşdığımız insanlarda hüquqşünaslardır. Bir növ biz bir-birimiz, yəni icra məmurlarına danışanda, yəni biz bir-birimizin dilini başa düşürük. Yəni mən ona izah eləyəndə ki, ay icra məmuru məsələndə bunu etdiyin bu hərəkət qanunsuzdur. Bu hərəkət etmək üçün bunu etməlisən, bu hərəkətləri etməlisən, daha sonra Maddələrlə izah edirsən. Yəni ya maddələrlə, ya ümumi olaraq təbii ki, yəni artıq və hər hansı bir icra məmuru hansısa bir hüquqa zidd əməl etdikdə və yaxud da ki, hansısa bir səhlənkarlığa yol verdikdə artıq o başa düşür ki, ona qarşı müvafiq tədbirlər görülə bilər. Bunu yəni mən həmişə deyirəm ki, hüquqşünas ən çox hüquqdan qorxan şəxsdir. Hüququ bilməyən, hüquqdan anlayışı olmayan şəxs qanundan qorxmur. Çünki bilmədiyi şeydir. Bilmədiyi şeydən necə qorxa bilər? Və bu gün mən şəxsən bu halı düzgün hesab eləmirəm bugünkü gündəki cəmiyyət üçün. Çünki bu gün yəni ya burada belə bir hal çıxır ki, kifayət qədər bizim hüquqşünasımız yoxdur ki, gəlib sənədlərini təqdim etsinlər, icra məmuru kimi fəaliyyətə başlasınlar. Ya kifayət qədər hüquqşünasımız var, ya ancaq icra məmuru kimi fəaliyyət göstərmək istəmirlər. Nə üçün? İstəkli deyirlər yəni. Nə üçün istəkli deyirlər? Bu səbəblər ola bilər ki, məsələn, kənd təsərrüfatını qutarmış, nə bilim, hansısa bir başqa bir idman institutunu qutarmış. Adamın idmandan başqa bir bildiyi bir şey yoxdur və ancaq boksla, yumruq atmaq və güləşlə məşğul olmaqla elədiyi bu iş olub. 35-40 yaşından sonra da adam baxır ki, nə güləşə bilmir, nə boksla məşğul olmur. Deyir, gedim, mən icra məmuru olum. Və bununla qarşı-qarşıya gələn borcunun vəziyyətini mən öyrənmək istəyirəm. Necə olacaq orada? Və mən Siz də belə düşünürsünüz. həmkarımın fikrinə razıyam. Onu inkişaf etdirib bir məsələni mütləq vurğulamaq istəyirəm. Deməli, qanunvericilikdə icra məmurunun qəbul etdiyi qərardan şikayət vermək institutu var, mexanizmi var. İcra məmurları həmin qərarların aşağısında yazırlar. İcra məmurunun bu qərarından müvafiq məhkəməyə şikayət verilə bilər. İllərdir ki, o təcrübə problem yaradır. Yəni, xeyli bu barədə Ali Məhkəmənin plenum qərarı var, məhkəmə təcrübəsi ilə bağlı. Nəyə nəzərdə tuturam? Aşağıda yazılır ki, müvafiq məhkəməyə şikayət verilə bilər. İllərdir təcrübə formalaşmağın prosesi gedir ki, inzibati məhkəməyə mi verilməlidir? Qərarı çıxartmış məhkəməyə mi verilməlidir? Bəzən olur, bilirsiniz, qərar bir məhkəmədə çıxarılır, əmlak üzrə, adiyyəti üzrə göndərilir başqa rayona. Həmin qərarı qəbul etmiş icra məmurunun yerləşdiyi qurumun məhkəməsinə verməlidir. Bilsin, mən o misalı çəkdim. Hətta bu gün qərarlarda birbaşa hansı məhkəmə olduğunu adı qərarlarda göstərilmədiyi halda, əgər son günlərdə bu dəyişməyibdirsə, belə olan təqdirdə hüquqşünaslar özləri bu problemin içində bu dəqiqə batıblar. Qeyri-hüquqşünaslar oradan düşünürəm çıxa bilməz. Mən düşünürəm ki, Azərbaycanda hüquq məsələləri ilə bağlı lazım sistem oturmamış qeyri-hüquqşünasların bura cəlb edilməsi problem yaradacaq. Ona görə ki, hələ diplomu hüquq olanların hüququn mahiyyətini anlaması ilə bağlı biz problemlər yaşayırıq. O ki, qala digərlərinin və açığı bir söz deyəcəm, mən buna belə düşünürəm. Çünki iddia etmək üçün fakt olmalı, amma mən düşüncəmi deyirəm. Mən düşünürəm ki, bu səbəbin arxasında
qeyri-hüquqşünasların cəlb edilməyi. Güman ki, hüquq təhsilli müvafiq kateqoriya şəxslər sosial təminat məsələlərinə görə icra məmuru olmaq istəmirlər. Mən buna inanıram, belə düşünürəm. Bəlkə də Fayda xanım, yanıram. vəkillər mövzuya nikbin yanaşmırlar. Sizin yanaşmanız necədir? Qaynacıqlar. Elə onu demək istəyirdim ki, gördük ki, yenə obyektiv, subyektiv faktorlar burada bir-birindən çolaşır. Mənim mövqeyim icra məmurları hüquqşünas olmaya bilər. Təbii ki, burada hüquqşünasların yumuşaq deyəcəm, qısqanclığı, bunu dostcasına deyirəm, başa düşüləndir. Amma dünya təcrübəsi var, bu uğurlar var. Rusiyada Pristav İnstitutu, yenə misal gətirim, çox böyük uğurlar qazanıbdır. Ona görə deyirəm ki, bu qərar verilibsə, olduqca çox böyük dünya təcrübəsi öyrəndim. O qərar elə belə verilməyib. İkincisi, hüquqşünas bəlkə də heç, biz nə bilirik onun əmək haqqısı nə olacaq və hüquqşünas ora gələcək, siz onu haradan bilirsiniz? Bu da başqa bir sualdır. Mən nəyi demək istəyirdim? Çox hər ikisinin çıxışında vurğulandı. Deməli, icra edilməmənin səbəbinin biri də legitim ziddiyyətlərdir dedikləri. Bəzən qərar çıxarılıb, ondan təkrar hansısa apelyasiya, bunlar yəqin hüquqşünaslar daha yaxşı bilir. Bu qərarın icra olmasına imkan vermir ki, ondan daha bir şikayət verilir. Da bu işin uzanmasına legitim o ziddiyyətli məsələlər şərait yaradır. O açıdan çox razıyam ki... O məqam ümumiyyətlə icranı dayandırmır və gecikdirmir. Dayandırmır, gecikdirir. Və icra məmurunun hərəkətlərindən şikayət verildikdə belə, yəni ancaq məhkəmənin qərardadı əsasında icra məmurunun hərəkətlərindən şikayət vermir, qərardan verilir. Məhkəmə qərarını özünü qeyd. Diqqətlə qulaq asın, qərardan verilir. Məhkəmə qərarı zaten qüvvəyə mindikdən sonra icraya yönəldir. Bəli, yəni ondan sonraki şikayətlər onun icrasını dayandırmır. Siz gedib baxarsınız, mən sizə göndərə bilərəm. O qədər hallar var ki, burada həmin üçü razı qalmayan qərardan şəxs şikayət verir və onun əsası da var. Mən nə demək istərdim? Bu maariflənmə, ümumiyyətlə biz belə deyək də, qərar, məhkəmə, bundan əvvəl böyük bir maariflənmə hərəkatı lazımdır. Çünki bunlar, belə deyək də, şikayətlər, dövlət-vətəndaş münasibətlərində yaranan son bir məhkəmələrdə, elədirmi? Narazılıqdan, vətəndaşlar arasından və bunların yenə dediyidir ki, bu sosial aspektlərinə baxanda ki, birinci xüsusi vurğulandı ki, bu dövlətə inamın itməsi, hüquqi nihilizm yaranmaz. Bax, hüquqi nihilizm. Bütün hüquq institutuna artıq insanlar üz çevirir. Və o, belə deyək də, Ruslar bir misal gətirmək olmaz, Samasud. Məhkəmə, suddan narazılıq və samasud, sosial agresiya yaranır. İnsanlar arasında münaqişə mühiti cəmiyyətdə çoxalır. Hüquqi heçlik yaranır. Çünki axı iki tərəf var burada, şikayətə məhkəmədə iki tərəf var. Həmin bu məsələlərdir. Ümumiyyətlə, bütöv bunların bir ümumilikdə maariflənmə də lazımdır. Mən misal çəkmək istərdim təcrübədən ki, xarici ölkələrdə o, belə deyək ki, tələb yönəldilən şəxs, o subyektin şəkli kütləvi istehlak malların üzərində onun şəkli vurulur ki, bu aliment vermir və inansız bu böyük bir effekt verir. O adam artıq görüb ki, bu özü necə deyərlər, məşhur olub, dırnaq arası gəlir, o alimentdə verir, yaxud başqa borcunu baxıb, bütün bu qərarların icrasını bu effektini verir. Bəli, bəli. Yəni, bir çox metodlar var. Fayda xanım, yəni vəkillərin bu yanaşmasını siz qısqanclıq kimi düşünürsünüz? Ümumiyyətlə, hər bir vəkil ona əlbəttə qısqanclıq. Mən ona bir fikir bildirmək istəyirəm. Çünki məncə açıq-aşkar burada qısqanclıq söhbət ona görə gedə bilməz ki, o zaman qısqanclıq yaranmalıdır ki, mən icra məmuruyam, hüquqşünasam. Mənə deyirlər ki, hüquqşünas olmayanlar da gəlib icra məmuru olacaq. Və mən də deyirəm ki, yox, niyə? Ancaq mən ola bilərəm, hüquqşünaslar ola bilər. Mən sözün düzü, yəni, o, belə deyək də, rəqabət kontingentində deyiləm. Sözün düzü də siz, təəssüf ki, qısqanclıq yanaşmaq biraz fərdiləşdirmək oldu. Mən bunu istəməzdim, belə olsun. Bunu eşidəndən sonra mən mütləq özümə borc bilən o məlumatı verəm. Mən universiteti bitirdikdən sonra mənə verilən ilk təyinat icra məmuru təyinatı idi olmaq. Sadəcə olaraq mən iş yükü və sosial təminatı müqayisə eləyib... Gəlin daha aydın deyək, sosial təminat dedikdə siz nəyə nəzər tutursunuz? Əmək haqqı, iş yükünün ağırlığına görə olan əmək haqqı adekvat deyil. Bunun özü. O zaman razı da deyilsiniz ki, başqası gəlsin. Bilirsiniz, mən bunu niyə görə açıqlayıram? Bu qısqanclıq ola bilməz və məni ətrafda tanıyanlar bilirlər. Mən belə fikir deyirəm. Gəlin, İlyar bəy fikrini tamamlasın, Emin bəy keçək. Tamamlayıram fikrimi. Məni tanıyanlar bilir ki, mən həmişə belə fikir səsləndirirəm. Birdən qanunvericiliyə dəyişikliyin hüquqşünasların gəlirinə müsbət və ya mənfi təsiri bəzən müzakirə olunur. Mən həmişə onda səsləndirirəm.
səsləndirəndə deyirəm ki, tək Azərbaycan cəmiyyətinin hüquq problemləri elə həll olsun ki, bizim qazancımız problemlərdən olmasın. Mən gedib məmnuniyyətlə kənd təsərrüfatından məşğul olaram. Ki, yəni bu qədər gərginlik və əsəbdən uzaq olum, nəinki hüquqi problemlərin içində olum. Amma real vəziyyət o deyil. Amma bir qədər əvvəl fərqli əmək haqqıya görə icra məmuru olmaqdan imtina etmişdiniz. Əlbəttə ki, bəli. Elmi bəy, buyurun. Mən bir məqamı qeyd edeyim. Daha sonra Yaqub müəllim söz 2000-ci illərə qədər müqayisəli olaraq bunu çatdırmaq istəyəcəm. 2000-ci illərə qədər daxili işlər orqanlarında əməliyyat müvəkkilləri və sahə müvəkkilləri qanunvericiliyə əsasən hüquqşünas olmaları vacib deyildi. Və bildiyimiz kimi o vaxtdan işləyən bir çox sahə müvəkkilləri və əməliyyat müvəkkilləri var idi ki, onlar müxtəlif universitetlərin məzunları olmuşlar və sonradan gəlib, belə deyək, polis orqanlarında əməliyyat müvəkkili və sahə müvəkkili kimi işləyirdilər. 2000-ci ildən sonra qanunlar, yeni belə deyək, reform olandan sonra qanunlar dəyişdi falan. Cinayət Məcəlləsi və digər məcəllələr, qanunlar dəyişdi və sahə müvəkkilləri və əməliyyat müvəkkilləri hüquqşünas olması bir məna olaraq qeyd olunur. Yəni, hüquqşünas olmasa, həmin şəxs gəlib əməliyyat müvəkkili və sahə müvəkkilini işləyə bilməz. Yəni, mən digərlərini danışmam. Yəni, təhqiqat sonradan yaranmış qurumdur, istintaqı desə. Yəni, demək istədiyim budur ki... iclasçıların çıxarılmağı, adli iclasçıların çıxarıldığı qanunlar. Demək istədiyim budur ki, ölkələrində var amma. 2000-ci ildən sonra, düzdür, Ellər mənim də onu təsdiq edir, 2000-ci illərə qədər məhkəmələrimizdə adlı iclasçılar deyilən bir qurum var idi. Hansı ki, hakimin yanında otururdu. Və onlar kim idi? İstənilən bir adam, istənilən bir şəxs otururdu orada. O nəyi həll eləyirdi axı? Ona görə də haqlı olaraq çıxarıldı. Burada hüquqdan söhbət gedir. Burada dövlət adından çıxarılmış qanuni hüquqi qərarlardan söhbət gedir. Və biz deyirik ki, bunu hüquqla aşağı-yuxarı əlaqəsi olmayan bir şəxs. Gəlin bu yerdə Yaqub müəllim üstündə. Yaqub müəllim, buyurun. Bir məqamı qeyd edeyim. Xaricdən həmişə misal gətirirlər. Xaricdə orta ixtisas təhsilli hüquqşünas deyilən bir belə deyək, kateqoriya var. Onlar tam hüquqşünas sayılmır. Bizim kimi bakalavr, magistr səviyyəsində deyirlər. Onlar orta ixtisas təhsilli hüquqşünasları sayılırlar. Və onlar, bəli, işləyə bilirlər müəyyən sahələrdə. Amma bizdə orta ixtisas təhsilli hüquq yoxdur. Yəni bizim kolleclərimizdə, falanlarımızda hüquq təhsili anlayışı yoxdur. Və biz bugünkü gündə nəyə görə deyirik ki, onlar gəlib işləməlidirlər burada. Yəni, qısqanclıq da deyil. Münasibətini bilmək istəyərdim ki, orada hüquq... Biz o münasibətlərini öyrənək, amma Yaqub müəllim, buyurun. Sizə kimi artıq, necə deyirlər, vəkillərin də, Tahirə xanımla fikirlərlə tanış oldunuz. Bir neçə məsələlər yarandı, mən onlara münasibət bildirmək istəyirəm. Birinci, sizin bayaq qeyd elədiyiniz o hüquqşünas olmayan icra məmuru onun qərarından məhkəməyə necə şikayət veriləcəyini, tərəfə necə izah edəcək məsələsi. Bu, əslində, hüquqşünas olub-olmamaqla bağlı məsələdir. Sizin sırf verdiyiniz nümunədə o qanunun boşluğudur. Çünki qanunun özündə yazılır, müvafiq məhkəməyə şikayət verilə bilər. Bəli, doğrudur, bu uzun müddət müzakirədə səbəb olub və bu müzakirədə Konstitusiya Məhkəməsi son qoyub. Nəticə etibarilə Konstitusiya Məhkəməsi müəyyən elədi ki, icra məmuru xitam qərarından şikayət verilməlidir, icra sənədi verən məhkəməyə, sonradan Ali Məhkəmənin formalaşdırdığı təcrübəyə əsasən bütün qərarlarda... Amma yenə qərarın sonunda yazılır ki, müvafiq məhkəməyə, o başqa şey yaza bilməz, çünki qanunda yoxdur. Məsələ ondan ibarət deyil. Məsələ ondan ibarətdir ki, biz icra məmurlarının işini inkişaf elətdirmək üçün ancaq ona baxmamalıyıq ki, icra məmuru hüquqşünasdır, yoxsa yox. Biz baxmalıyıq ki, icra məmurlarının əlində kompleks hansı resurslar var. Bu gün icra məmurlarının hamısı hüquqşünasdır, amma bu gün icra məmurları onlarla yüzlərlə işi icra eləməyə müvəffəq olmurlar. Nəyə görə? Çünki onların əlindəki resursları, biz başqa resursları inkişaf elətdirmək. Yəni, bugün dünyanın tələbi rəqəmsallaşmadır. Bugün hər şeyi peşəkarların yerinə sistemlər eləyir, elektron sistemlər eləyir. Yəni, biz buna köklənməliyik ki, biz icra məmuruna hansı alət vasitələri verə bilərik və ondan sonra hansı nəticəni gözləyə bilərik. Sizin dediyiniz məqamda həqiqət var, o mənada ki, bəli, bugün bazara buraxılan hüquqşünasların sayı get-gedə azalmaqdadır. Onun da səbəbi ondan ibarətdir ki, özəl universitetlərdə hüquqşünas ixtisası ləğv olunub. Hal-hazırda ancaq dövlət universitetləri bazara hüquqşünas buraxırlar. Və bunun nəticəsində də bazarda çox güclü rəqabət var. Və təbii ki, hər bir hüquqşünas daha yaxşı, maaşlı və daha az stresli işlə işləmək istəyir. Əliyar bəy kimi və ya tüm nümunəsində. Və bu aydın məsələdir ki, belə bir rəqabətdə çox adam icra məmuru olmaq istəməz. Çünki o
reallığı biz danışmırıq. Amma tələb təklif məsələsi var. Baxın, belə bir vakansiyalar açılarsa hüquqşünaslar üçün universitetlər də maraqlı olmazmı həmin fakültələrin açılmasına? İstər özəl, istərsə digər universitetlərdə dövlət universitetinə sayı artıra bilər. Bu var idi. İndi müəyyən Mən üzr səbəbdən istəyirəm, icra məmuru olmaq üçün, yəni ədliyyə orqanlarına qəbulla bağlı, yəqin ki, hamımız bilirik. Yəni ola bilər bizə baxan vətəndaşlar onu bilmir, sıravi vətəndaşlar bilmir. Yəni istənilən hüquqşünas bilir ki, ədliyyə orqanlarına qəbulla bağlı imtahanlar necə çətindir. Bunu hamı bilir. Yəni mənim maraqlıdır ki, 1000 nəfər hüquqşünas ora tutaq ki, sənəd verir, testə girir ilkin mərhələdə. Oradan 300-500 nəfər adam güclə o testin nəticələrini əldə edə bilir. Hələ bu 5 il universitet oxuyub, nə bilim, hardasa bir görüb, götürüb, neyniyib, bu adam yenə də keçə bilmir. Bu hüquqşünas oradan keçə bilmir. Mənə maraqlıdır ki, bu İdman İnstitutunu qutaran oradan necə keçəcək? Yəni o testi necə verəcək? Siz çox İdman İnstitutunu qeyd edirsiniz. İdmançıların bu xoşuna gəlməyəcək. Yəni olmasın, kənd təsərrüfatı olsun. Yəni Yaqub müəllim, Niyə axı? Mən bir sənə edirəm. Deyirəm ki, qardaş, niyə axı o gedib öz işi ilə məşğul olmalı? Aydındır. Buyurun Yaqub müəllim. Çox yaxşı deyirsiniz. Yəni adam deyirsə keçə bilməyəcək, deməli işləməyəcək. O adam keçə biləcəksə, deməli bu işləməyə layiqdir. Bu gəlib özünü göstərir. Bu adamın məntiqi var. Bu adamın tutaq ki, riyazi düşüncəsi var. Bu adam o qədər bacarıqlıdır ki, o imtahandan keçə bilir. Biz bunu xüsusi ixtisaslaşmış bir təlimə cəlb edəcəyik. O da gəlib o bacarıqları özündə formalaşdıracaq. Yəni bu müzakirənin belə deyək, sonu yoxdur. Çünki nə qədər ki bu təcrübədə özünü biz qiymətləndirə bilmirik. Yəni siz və mən öz fikrimdə qala bilərik, amma bizim obyektiv reallıqdan çıxış etməyimizi istəyirəm, yəni biləsiniz ki, nəyə görə bu dəyişikliyə gedilir. Və həmkarlarımın çıxışlarında qeyd elədiyi bir məsələyə də münasibət bildirməliyəm. Və qanunsuz maraqlarla bağlı qeyd olunur ki, bəzi hallarda icra məmurları bunlar edirlər. Biz hüquqşünaslıq da negativ halları qeyd edirsiniz. Bəli, negativ hallar. Yəni statistika onu göstərir ki, onlarla şikayətlər daxil olur nazirliyə ki, bəs icra məmuru hansısa qeyri-prosessual münasibətə yol verir. Amma nazirliyin araşdırmasında bunlar təsdiqini tapmır. Yəni biz hüquqşünas olaraq kimisə cinayət xarakterli əmələ yol verdiyini demək üçün bizim əlimizdə real sübut olmalıdır. Yəni biz belə fikir işlədəndə ki, bunlar elə bir qismi bu işlə məşğuldur, onun nəticə etibarilə cəmiyyətdə düzgün olmayan təsəvvür yarana bilər. Nə qədər ki, hüquqi qiymət verilməyib, biz onu deməyik. Mən onu deyə bilərəm ki, Ədliyyə Nazirliyi ümumiyyətlə qanun pozuntularına qarşı ciddi barışmaz mövqe tutur və son il ərzində icra məmurlarının barəsində görülən insan məsuliyyət tədbirləri əvvəlki illərin 2 dəfə çoxdur. Yəni bu hallar var, pozuntu halları var, amma bu cinayət xarakterlidirmi? Xeyr, deyil. Yəni bunu qəbul etmək. Və bir də ümumiyyətlə götürəndə bir daha qayıtmaq lazımdır ki, bizim icrası nəticə verməyən, tədbirlər nəticə verməyən hallar əsas kateqoriyalarımız nədən ibarətdir və bu nə ilə bağlıdır? Mən bunu qısaca deyim. Yəni bizim icraatımızda olan işlərin, portfelin əsas hissəsi təminatsız kredit borclarıdır. Ümumiyyətlə borc tələbləridir və onun da bir qismi təminatsız kredit borclarıdır və digər bir əsas hissəsi də aliment tələbləridir. Bizim bugün qarşılaşdığımız böyük çətinliklər də bunlarla bağlıdır. Əgər bayaq qeyd elədimsə ki, 1 milyon 250 mindən çox iş var və bunun 35% sırf təminatsız kredit borclarıdır. Yəni hər 3 işdən biri təminatsız kredit borcudur. Ümumilikdə 65%-dən yuxarısı isə ümumişdə borc tələbləridir. Bunların içində təminatsız da var, hüquqi şəxslər arası, fiziki şəxslər arası və s. borclar var. Hansı ki, bunların özü də təminatsız, mütləq əksəriyyət. Yəni, təminatsız da aydın məsələdir ki, tərəflər öhdəlik götürərkən gələcəkdə mübahisə yaranacaq halda bunu hansı əmlak hesabına, hansı pul vəsait hesabına həll edəcəklərini qabaqcadan razılaşdırmırlar. Bu aydın məsələdir ki, təminatsız gələn işlər, bu qədər böyük həcmdə təminatsız gələn işlər icrada da problem olacaq. Ya ümumiyyətlə icra olunmayacaq, bayaq həmkarların dediyi kimi, və yaxud da ki, icra olunsa da gedişəcək. Bu isə illər ərzində işlərin yığılmasına səbəb olunan. Təqribən 50 dəqiqədir ki, biz studiyamızda mövzunu müzakirə edirik və saysız hesabsız mesaj var. Onların bir neçəsinə çatdırdığımız qədər nəzər salacağıq. Axşamınız xeyir, hər kəsə salamlayıram. Məhkəmələrin qərarları kağız üzərində qalır. 2019-cu ildən Balakən rayonu Şəki Apellyasiya və Ali Məhkəmənin qərarı icra olunmur. Ədliyyə Nazirliyinə müraciət etməkdən yorulduq. Deməyə söz tapmıram. Rəfail yazıb Balakən rayonundan. Digər mesajda isə MMC-nin təsisçisi həm də direktoru olaraq eyni şəxsdir. MMC-nin qanuni təmsilçisi olaraq həmin şəxs məhkəmə qərarını yerinə yetirmir.
2 ildir icra məmuru ödənişi təmin etdirmir. Belə çıxır ki, kimsə MMC yaradaraq başqa birinin müqavilə ilə iş götürəcək, adı ilə pulunu mənimsəyir, sonra da ödəniş qabiliyyətim yoxdur deyərək məhkəmə qərarını icra etmir və cəzasız qalır. Daha bir mesaj var. İcra məmuru cavabdeh icra hakimiyyəti öhdəliyi 1 ildir yerinə yetirmirsə, işə əsassız xitam verə bilərmi deyə sual verir. Mən o məhdud məsuliyyətli cəmiyyətlə bağlı məsələyə mütləq vurğulamaq istəyirəm. O, bizim cəmiyyətin çox yaralı yeridir. Nə baxımdan? Qanun tələb eləyir ki, təşkilatın təşkilati hüquq forması onun adının qarşısında göstərilsin. Görürsünüz, deyir filan məhdud məsuliyyətli cəmiyyət, MMC qısa formada. Bunun adından görünür ki, məsuliyyəti məhduddur. Yəni, onun direktoru və ya təsisçisi onun öhdəliyinə görə məsuliyyət daşımır. Bu, insanların maariflənmə səviyyəsinin aşağı olmağı ilə bağlıdır. Yəni, insan əgər biləndə ki, mən tutaq ki, MMC ilə bir müqavilə bağlayıram, onun adında məsuliyyətinin məhdud olduğu göstərilir. Bəli, o açıq məlumatdır. VÖ-ni yazaraq sistemdə görmək olur ki, bu şirkətin nə qədər nizamnamə kapitalı var. Məsələn, 10 manat, 20 manat deməli, elə MMC-lərlə müqavilə bağlamaq lazım deyil. Bunun, necə deyirlər, Osmanlı Türkçəsində adı üstündə məhdud məsuliyyətli cəmiyyət. Yəni, dövlət qabaqcadan bəyan edir ki, ödəniş qabiliyyəti olmasa, istəyir onun təsisçisinin milyonları olsun, oradan pul tutula bilməz. Və bu çox normaldır, qanunidir. Və mesajın birində də tamaşaçımızın sualı var idi. Elvin bəy istərdi ki, bu suala siz cavab verəsiniz. İcra məmuru işə əsassız xitam verə bilərmi? Əsassız deyilirsə, deməli, qanunsuzdur. Təbii ki, əsassız xitam verilə bilməz. Yəni, əgər əsassız olduğunu düşünürlərsə, o zaman məhkəməyə müraciət edib, həmin xitam mübalisinə qərarı ləğv elətdirib, yenidən icraya göndərilməsinə bağlı. Verilişimizin bitməsinə 4 dəqiqə qalıb, vaxtı bərabər bölərək istədim ki, təkliflərimizi səsləndirək. Buyurun, Elvin bəy. Birinci növbədə hesab edirəm ki, icra məmurlarının sosial təminatı yüksəldilməlidir. İkincisi, bu yığılmış məhkəmə qərarlarını mümkün qədər həll üçün lazım olsa dövlət resursları istifadə olunmalıdır ki, dövlətə etimad, inam yaransın, insanlar düşünməsin ki, qərar onsuz da icrasız qalacaq. Və üçüncüsü isə insanları dəvət edirəm ki, kiməsə borc verəndə düşünsünlər ki, o şəxs bu borcu qaytara biləcək gücdədirmi, ödəniş qabiliyyətidirmi, bunu təhlil eləsinlər. Və yaxud da ki, girovla, qanuna uyğun, yəni girov sənədləşdirməklə və s. formada öncədən təminat altına alsınlar onun ödənişini. Ki, sonradan icra edilə bilinməyən, yəni təminatsız borclar belə qalmasın, yığılmasın. Buyurun, Elvin bəy. Mövzunu ümumiləşdiririk. Aydındır. Düzəlmək üçün mən deyirəm ki, bugünkü gündə elektron bazanı, yəni icra məmuru üçün geniş imkanlar yaradılmalıdır. Elektron cəhətdən, yəni icraatında olan şəxs barəsində tam informasiyanı əldə edə bilsin. Onun bank məlumatları və s. və s. Çünki tək rəsmi gəlirlər deyil, qeyri-rəsmi gəlirlər də ola bilər. Yəni, bunları müəyyən etmək üçün icraçıya, icra məmuruna buna geniş imkanlar, səlahiyyətlər verilməlidir. Bu bir. İkincisi, borclu olan şəxslər barəsində elektron informasiya sistemində konkret məlumatlar daxil olunmalıdır. Ki, həmin şəxs harasa gedəndə, hansısa bir təşkilata, yaxud da nəsə borclu kimi artıq o görsənir ki, orada mən kiməm məsələsini artıq ortaya çıxardı. Bir balaca yəni, bu aşkar şəkildə deyil, yəni aşkar şəkildə biraz düzgün deyil, şəxsiyyətə qarşı biraz təzyiqdir. Amma elektron qaydada bunu etmək mümkündür. Digər bir məsələ, hörmətli həmkarımız qeyd etdiyi kimi, o qeyri-hüquqşünasların cəlb olunmasını icra məmuru kimi deyil, icra məmurunun köməkçiləri kimi etmək olar. Kiçik icra məmuru strukturu yaratmaq olar ki, mən icra məmuru məsələn, mənim yanımda 5 nəfər kiçik icra məmuru ola bilər və onlar iş apara bilərlər, mən isə qərarları qəbul edə bilərəm. Buyurun, Tarix xanım, sizin təkliflərinizi eşitdik. Burada xeyli problemlər səsləndi hər iki tərəfdən, amma ümumiyyətlə hər ikisi şəxsiyyət faktoru üzərində olduğu aydın səsləndi. Mən yaradılan yeni institutumuzun nikbin yanaşıram və bu problemlərin çoxsunu onu həll edəcəyini əminəm. Ümumiyyətlə, sosial tərəf olaraq vətəndaşların hüquq mədəniyyətini ki, o çıxışda da bilindi. Hüquq mədəniyyəti, çünki aliment və bank kreditləri, bu ikisi çoxluq təşkil edir və vətəndaşların hüquq mədəniyyəti olsa, maliyyə savadlığı olsa, bəlkə bu şikayətlər, məhkəmələr də az olar. Yaqub müəllim, son dəqiqəmiz sizindir, buyurun. Ədliyyə Nazirliyi qeyd olunan problemin həlli istiqamətində bir daha qeyd edirəm ki, sistemli fəaliyyət göstərir və onun biri rəqəmsallaşmadır.
Təəssüf ki, vaxtın azlığından mən bu barədə çox məlumat verə bilməm, amma hal-hazırda fəaliyyət göstərən elektron icra informasiya sistemi bizə prosesi kifayət qədər avtomatlaşdırmağa, bizə lazım olan məlumatları ani rejimdə, onlayn qaydada informasiya resurslarını əldə etməyə imkan verir və biz bunu təkmilləşdirməkdəyik və məqsədimiz də o məlumat bazalarının 100% əldə edilməsidir, siz dediyiniz kimi. Eyni zamanda sistemin özünün imkanlarını istifadə edərək icra etməli olduğu hərəkətlərin özünü avtomatlaşdırmaqdayıq. Qərarların avtomatik tərtibi, həbs qərarlarının avtomatik göndərilməsi, icra olunması, ölkədən getmə məhdudiyyətinin avtomatik icrası və s. Bunların hamısı qanunvericidə oturub və hal-hazırda icra olunan da var, texniki nizamlamaları aparılan da var. Və ikinci tərəfdəki xüsusi icra institutudur ki, biz artıq qeyd elədiyimiz kimi bu yükü sırf dövlət icra məmuru sayını artırmaq hesabına həll etmək niyyətində deyilik, çünki bu effektiv olacağını gözləmirik. Amma bununla paralel olaraq bu yükün bir qismini xüsusi icra institutuna ötürüb, onun da uğurlu nəticələr əldə edəcəyinə inanırıq və ümidvarıq ki, hər şey yaxşı. Əziz tamaşaçılar, biz bugün məhkəmə qərarlarının icrasının yuvamasından danışdıq. Gəlin həftə yenidən görüşəcəyik, amma başqa mövzuda. Hələlik.